Deyirdin Allah mənə Ramazana yetişdirsin. Bax, yetişmirsən. Əlhamdülillah. Quran-ı Kərimi oxumaqla Allaha yaxınlaş. Oruç tutmaqla Allaha yaxınlaş. Şəhvətivi oruç tutmaqla, sındırmaqla Allaha yaxınlaş. Gecə, gündüz getdiyin yollarda, miniyində, evində, işində, harda olursa olsan, oruclu halda Allahı zikr eləməklə Allah Taala yaxınlaş. Ən əfsəl oruç tutanlar, necə Muhammed sallallahu aleyhi ve sellem özü izah edib ki, ən əfsəl oruç tutan kimdir? Oruclu halda Allahı daha çox zikr eləyəndir. Çoxlu zikr eləyəndir. Zikr elə Allah Taala'na. Nə qədər bacarırsan, orucun dəyərini qaldır zikirlə. Elm əhlidir ki, dua onu gücləndirən və zəifləndirən şeylər var. Onu gücləndirən şeylərdən biri dəstəmazda olmaq, qibləyə yönəlmək, əlləri qaldırmaq, yalvar yapışla Allahdan istəmək, Allahı tərifləmək, tövbə eləmək, salavat demək. Bütün bunlar duanı möhkəm bir qala kimi gücləndirdiyi kimi, orucu da içində nə qədər zikr eləsən o qədər onu gücləndirir. Əlhamdülillah. Yaxınlaş bu ibadətlərlə Allah Taala'ya.